Salam, hər vaxtınız xeyir. Biz bugün say mövzusundan danışacağıq. Sayın, deməli, say adətən ismə aid olur və yaxud da isimləşən sözlərə aid olur. Say əşyanın miqdarını və sırasını bildirir. Sayın növləri iki növ var. Sıra sayı və miqdar sayı. Miqdar sayının özünün də üç növü var. Deməli, müəyyən miqdar, qeyri-müəyyən miqdar və kəsr sayı. Müəyyən miqdar sayı adı üstündə müəyyən. Yəni bunun sayı müəyyəndir. Dəqiq bilirik ki, say nə qədərdir, neçədir. Məsəl üçün deyə bilərik ki, 5 kitab. Konkret bilirəm ki, kitabın sayı 5-dir. Və yaxud 3 kitab, 20 kitab. Yəni konkret miqdardan söhbət gedir. Amma qeyri-müəyyən miqdar sayında artıq, məsəl üçün çox kitab və yaxud çoxlu kitab, az kitab, fərq yoxdur artıq, çoxlu kitab. Burada artıq miqdar nə qədər olduğu bilinmir. Yəni çox kitab deyəndə mən artıq konkret olaraq miqdar bilmirəm də nə qədərdir. 5-dir, 10 çox deyəndə 5 kitab da ola bilər, 10 kitab da ola bilər. Yəni say dəqiq deyil. Çoxlu kitab da onun kimi. Bu belə. Müəyyən miqdar sayları, əsas müəyyən miqdar sayından danışaq. Müəyyən miqdar sayları dedik ki, konkretlik bildirir. Müəyyən miqdar sayları quruluşca sadə və mürəkkəb ola bilər. Sadə olanlar 1, 2, 3, 4, 5, 80, 90, bax bunlardır. Deməli, mürəkkəb olanlar da 11, 12, 13, 14, 25, 26 bunlar da mürəkkəbdir. Saylar həm rəqəmlə, həm də deməli, hərflə göstərilə bilər. Məsəl üçün, rəqəmlə yazıram və yaxud da hərflə yazıram. Belə, mürəkkəb miqdar sayları da müəyyən miqdar sayı ayrı yazılır. Məsəl üçün, 25 belə yaza bilərəm. Rəqəmlə də yazsaq, belə. Bu olur müəyyən miqdar sayı. Müəyyən miqdar sayından sonra gələn isimlər nədə olmalıdır? Təkdə olmalıdır. Məsəl üçün, deyirəm ki, az dərs. Bu qeyri-müəyyən oldu. Məsəl üçün deyək, nə deyək? 5 kitab deyək elə. 5 kitab. 5 kitab. Görürük ki, özündən sonra gələn isim təkdədir. Kitablar deyil, kitabdır. Əgər biz yazsaq ki, 5 kitablar, burada artıq bunlara görə nə pozulacaq? Qrammatik norma pozulur. Çünki qrammatik normanın tələbi budur ki, müəyyən miqdar sayından sonra gələn isimlər təkdə olmalıdır. Yəni, lar şəkilçisi olmamalıdır. Bütün müəyyən miqdar sayından sonra gələn isimlər bu formada olur. İndi keçək qeyri-müəyyən miqdar sayına. Qeyri-müəyyən miqdar sayında isə, deməli, əşyanın sayının qeyri-müəyyən olduğunu bildirir. Qeyri-müəyyən miqdar sayında, deməli, həm rəqəmlə göstərə bilərik, həm hərflə, eyni zamanda elə qeyri-müəyyən saylar var ki, biz onları rəqəmlə göstərə bilmirik. Məsəl üçün, az, çox, xeyli, bir sıra, bir çox. Bunlar qeyri-müəyyən miqdar sayından sonra gələn isimlərin bəziləri cəmdə də işlənə bilər, təkdə də işlənə bilər. Bunun əzbər bilməyən ən rahat yolu, az olanı əzbərləyirsiniz, çox olan artıq o bilinəcək. Yəni, az olan nədir? Biz fakt olaraq bilirik ki, məsəl üçün, bir sıra, bir çox. Bu iki saydan sonra gələn isimlər həmişə cəmdə olmalıdır. Bu iki say. Bir sıra kitablar, bir çox adamlar mütləq cəmdə olmalıdır. Amma keçəcək yəni, amma çox, çoxlu, larla, məsəl üçün, larla, onlarla nə deyə bilərik? Məsəl üçün, yüzlərlə, onlarla bu. Larla, larca şəkilçiləri ilə yaranan saylar. Bunlardan sonra gələn isimlər isə həm təkdə ola bilər, həm cəmdə ola bilər. Deməli, bir sıra, bir çox. Həmişə cəmdə olacaq. Bu ikisindən sonra gələn isimlər, bir sıra kitablar, bir çox adamlar, bir çox evlər həmişə cəm olur. Çox, çoxlu, larla şəkilçisi və larca şəkilçisi ilə yaranan saylardan sonra gələn isimlər həm təkdə ola bilər, həm cəmdə ola bilər.
Çox kitab, çox kitab, çox kitablar da deyə bilərik. Çoxlu kitab, çoxlu kitab da demək olar. Onlarla kitab, onlarla kitablar da demək olar. Onlarca insan, onlarca insanlar da demək olar. Bunlarda deməli həmişə cəm oldu, bir sıra bir çox. Çox, çoxlularla larca. Həm təkdə ola bilər, həm cəmdə ola bilər. Yerdə nə ki say qaldı, biraz, biraz demiş, bir qədər, elə biraz da aytdı, biraz, bir qədər, az, xeyli. Bunlardan sonra gələnlər isə bir neçə, bunlardan sonra gələnlər isə həmişə təkdə olacaq. Vəsiyo, əsas buradakı qaydaları bilsəz, yəni bu yazdıqlarımı. Bunları əzbərləsəz ki, bunlardan sonra gələn isimlər necə olmalıdır, bu qaydanı bilsəz, yerdə qalanlar artıq avtomatik bilirik ki, həmişə təkdə olmalıdır. Ondan başqa təqribi saylar da var. Buna da biz qeyri-müəyyən miqdar say deyirik. Məsəl üçün təqribidir də, fakt deyil. Məsəl üçün 5-6 nəfər təqribidir. 5-6 adam. 5-6 məsəl üçün nə deyə bilərik? Az-çox adam, az-çox adam. 5-6 az-çox 1-2 bunlar artıq təqribidir və bunlardan sonra gələn isimlər də həm burada ancaq təkdə olacaq. Burada ancaq təkdə olur. Yuxarıdakilərdə həm təkdə, həm cəmdə olur. Amma az-çox, yəni təqribi saylardan sonra gələnlər həmişə necə olmalıdır? Həmişə təkdə olmalıdır. Belə, burada olur bizim təqribi saylarımız. Numerativ sözlərin işlənməyə baxsaq, müəyyən miqdar sayları, yəni 5, müəyyən miqdar sayları 5, 20, 1, 2, bax bunlar numerativ sözlərlə işlənir. Amma qeyri-müəyyən miqdar sayları numerativ sözlərlə işlənə bilməz. İşlənə bilməz. Bir dənə burada istisna sözlər var. Bunlar da hansıdır? Təqribi saylar, az-çox. Az-çox işlənə bilər. Bir də bir neçə. Bir neçə qeyri-müəyyən saydır da. Bir neçə nəfər adam demək olur. Gördünüz, nəfər deməli, nəfər numerativ sözünü işlətdim. Az-çox, 5-6, 5-6 nəfər adam. Bu da nə nəfər yazmışam? 5-6 nəfər adam. Təqribi saylar, bir də bir neçə sayı qeyri-müəyyən sayların içində. Bunlar işlənə bilər numerativ sözlərlə. Yerdə nə ki qeyri-müəyyən miqdar sayı qaldı, onlar numerativ sözlərlə işlənə bilməz. Bu da belə, bu da oldu bizim deməli qeyri-müəyyən miqdar sayımız. Sonra nə qaldı oradan? Kəsr sayları. Kəsr saylarda hissə bildirir. Kəsr saylarında olan dadə deməli nə olur? Dadə olur. Yerlikan şəkilçisi, kəsr sayları həmişə mürəkkəb olur. Belə 5-də 1, 3-də 2 bunlar da kəsr sayı. Gəlin sıra sayı ilə də danışaq. Sıra sayı həm rəqəmlə göstərə bilərik. O zaman şəkilçidən istifadə olunacaqdır belə. Artıq şəkilçi inci şəkilçisidir olmağına sıra sayında. Amma şəkilçini biz artıq qısaltmış formada yazacağıq. Əgər rəqəmlə yazırıqsa 1 inci yazmaq olmaz. Bu artıq səhvdir. İn olmur. 1-ci belə. 2-ci, 4-cü belə yazırıq. Yəni incı formada yazmaq olmaz. Amma hərflə yazsaq, orada artıq olduğu kimi yazılacaqdır. Və sıra sayları həm deməli sadə ola bilər, həm də mürəkkəb ola bilər. 5-ci, çünki şəkilçisi var bunun. Bu şəkilçi incı şəkilçisi. Düzəltmə söz yaradır ona görə. 5-ci olacaq düzəltmə söz. Amma 15-ci artıq olacaqdır mürəkkəb say. 2-ci, 4-cü yenə düzəltmə saydır. Amma 12-ci, 24-cü bunlar artıq olacaqdır. Deməli mürəkkəb saylar. Sıra sayı adətən sıra bildirir. Yəni 5-ci, 3-cü bu onun sırasıdır. Sıra bildirir. Amma bəzən qeyri-müəyyənlik də bildirə bilər. Qeyri-müəyyən bir zaman dilimini göstərmək üçün də istifadə edilə bilir. Məsəl üçün deyirik ki, 90-cı illər, 80-ci illər, məsəl üçün deyirlər ki, 80-ci illərdə bu paltarlar dəbi idi, 80-ci illər. Qeyri-konkretlik də artıq görürsünüz, yəni fakt olaraq bilinmir ki, 81-ci ildir, 82-ci ildir, yoxsa 84-cü ildir. Amma sıra sayı normalda konkretlik bildirməlidir də, 2-ci, 3-cü, 4-cü. Amma belə konkretlik bildirmirsə, 90-cı illər, 80-ci illər, burada artıq 2000-ci illər, burada artıq olacaqdır
deməli sıra sayı, amma qeyri-konkretlik bildirmək üçün işlənəcəkdir. Sıra saylarını fərqli formada yaz. Həm rum rəqəmlə yazmaq olar, mötərizə, nöqtə formasında da yazmaq olar. Biz həm hərflə, həm də rəqəmlə yazmış formasını göstərdik. Belə də yazmaq olar. Məsələn, rum rəqəmlə 10, 11, 9, nə bilim 50, 100 hər birini göstərmək olar. Belə, bundan əlavə necə? Bir də siyahılarda da sıra sayını göstərmək üçün siyahı tərtib edən zaman biz necə göstərəcəyik sıra sayını? Məsəl üçün belə də yaza bilərik. Bir nöqtə, bir mötərizə, belə də yazmaq olar. Bunlar da yəni yenə sıra sayı göstərir. Belə. Bir də saylara şəkilçilərin qoşulma məsələsi var. Şəkilçiyə əgər mənsubiyyət qoşulursa, məsəl üçün ayın 5-də yazıramsa, sentyabrın məsəl üçün 5-də. 5-də. Bu səhv yazılacaqdır. Çünki təkcə mənsubiyyət gələrsə, ayın 5-i məsəl üçün, bu zaman mənsubiyyətin şəkilçisi göstərilir, ayın 5-i. Amma mənsubiyyətlə yanaşı hal şəkilçisi də gələrsə, mənsubiyyətdən yanaşı hal şəkilçisi də varsa, o zaman mənsubiyyət göstərilməyəcək, təkcə yerlik hal, daha doğrusu hal şəkilçisi göstərəcək. Məsəl üçün, ayın 5-də belə yerlik hal şəkilçisini yazdım. Yəni, artıq biz burada hal şəkilçisindən öncə olan mənsubiyyəti göstərməyəcək. Deməli, tək mənsubiyyət olanda o yazılacaqdır. Ayın 5-i, ayın 6-sı, 7-si, tək mənsubiyyət çünki. Amma əgər mən bunu halla bir yerdə işlətsəm, ayın 7-sində, halla bir yerdə işlətsəm, təkcə hal şəkilçisi yazılır və burada artıq mənsubiyyət şəkilçisi göstərilmir. Ayın 9-u belə yazıram, amma ayın 9-unda məsəl üçün ayın 9-unda konfrans olacaq, ayın 9-unda yazıramsa, ayın 9-unda belə. Belə. Bu da belə. Sonra sayın isimləşməsi mövzusuna da toxunaq. Say isimləşən zaman sifətdə necədirsə sayda dilədir. Say isimləşəndə sifət necə idi? Sifət isimləşəndə necə olurdu? Öz sualını itirirdi də. Say da elədir. Sualını itirir. Say isimləşən zaman öz sualını itirəcəkdir. Neçə, nə qədər sualını itirəcək, neçənci sualını itirəcək, ismin sualını götürəcək. Hansı sualları götürəcək? Kim, bir də nə suallarını qəbul edəcəkdir? Kim, bir də nə? Hara sualını qəbul etməyəcək. Çünki hara məkan mənası bildirəndə olur, amma sayla sifət məkan mənası bildirə bilməz. Kim nə sualını qəbul edəcək? Öz sualını itirəcək. 2. Deməli, ismi aid şəkilçilər qəbul edə biləcək. Mənsubiyyət, hal, başqa nə qaldı? Cəm, xəbər şəkilçisi qəbul edə bilər. Üçüncüsü, deməli, özü adətən, say adətən təyin olur. Xəbər də ola bilər, isimləşmədən də xəbər ola bilir. Sifət kimi, sifət isimləşmədən xəbər olurdu. Say da isimləşmədən xəbər ola bilər. Amma isimləşən zaman yenə mübtəda və tamamlıq olur. Məsəl üçün, nə deyə bilərik? Məsəl üçün, kitabların sayı 5-dir. Burada artıq deyirəmsə, kitabların sayı 5-dir. Kitabların sayı 5-dir. Sual verirəm. Neçədir? Öz sualını qoruduğu üçün, neçədir sualını verdiyim üçün bu xəbərdə artıq isimləşməyibdir say. Çünki öz sualını qoruyubdur. Amma məsəl üçün deyirəm ki, birincilər qalib gəldi. Və yaxud da 5-cilər, yəni 5-ci sinif mənasında. 5-cilər yarışın qalibidir. Yarışın qalibidir. Yarışın qalibi. Söz birləşməsi, hamısı bir yerdə oldu, xəbər düzdür. Yarışın qalibidir. Kim? 5-cilər.
mübtəda və mübtəda sayla ifadə olundu. İsimdən yox, isimləşən sayla. Və isimləşən zaman nə oldu? Həm mübtəda rolunda oldu, həm də la şəkilçisi qəbul etdi. Amma bu şəkilçisini qəbul etmədən də yenə də say mübtəda rolunda işlənə bilər. Yəni isimləşə bilər. O demək deyil ki, say isimləşəndə mütləq şəkilçi qəbul etməlidir, ism qəbul etməyə də bilər. Belə.